Hər kəsi salamlayıram, dəyərli dostlar, dəyərli izləyicilər. Bilirsiniz ki, artıq 9 mart buraxılış imtahanına çox qısa bir müddət qalıb və bu müddət ərzində biz daha çox sınaqlar işləməliyik, listening, reading, sinonimlər təşkil etməliyik, sinif sözlərini təşkil etməliyik. Bunlar bizim imtahanda yüksək nəticə toplamağımız üçün çox yararlı vasitələr olacaqdır. Mən isə bu günlərim sizə 9 mart və 15 mart buraxılış imtahanlarda düşə biləcək qrammatika sual tiplərinin bir 30 sual, 40 sual həcmində izah etmək istəyirəm. Başlamaq istəyirəm elə birinci sualdan. Hər suala çalışacağım müəyyən izahlar da verim. Very-dən sonra few gələr. Biz bilmək lazımdır ki, very-dən sonra gəlir few və yaxud da little. Only-dən sonra isə gəlir a few və a little. Yəni biz burada onu görməliyik ki, yəni burada e artiklı gəlməz, burada isə sadə gəlməz. Aha, bir düzdür. Çünki həm də few-dan sonra nə gəlməlidir? Cəm isim. Sonra very-dən sonra e artikl, very-dən sonra e artikl da gəlməz. Bu pattern sözü sayılmır. Cavab olacaq 1 və 2. Deməli, birinci sualın cavabı A variantı oldu. Güman edirəm ki, başa düşdünüz, çünki çox sadə bir sual idi. Keçirəm ikinci suala. İkinci sual zamanlardır. Deməli, gəlin burada mənim açar sözüm nədir? While. While-ın gəlin qaydasını öyrənək. While ya hər iki tərəfə keçmiş davam edici zaman, hər iki tərəfə keçmiş davam edici zaman götürür. Və yaxud da yenə bağlayıcı tərəfə keçmiş davam edici zaman, bu tərəfə isə keçmiş sadə zaman götürəcək. Yəni keçmiş davam edici zaman burada hardadır? C variantında. It's still already December. It's still deyir dekabrdır, amma hələ də istidir. Burada nə var? Burada bir təzad var. Dekabrda hava nə olmalı? Soyuq olmalı da normalda. Deməli cavabımız olacaq nə? But. B variantı. Sonra bu tip suallar uşaqlar. Deməli choose a correct variant sualları bilmək lazımdır ki, iki sual tipi ola bilər. Ya mübtəda xəbər uzlaşması və yaxud da complex object, yəni mürəkkəb tamamlıq. Deməli should sözü cəmdədir. Cəm olduğuna görə cəm xəbər götürəcəm 1. All the programs, program sözü cəmdədir. Burada artıq nə olmalı idi? Were. 2 səhvdir. These knives cəmdir və cəm xəbərlə uzlaşıb 3. Deməli doğru cavab olacaq nə? 1, 3. D variantı. Niyə olmur? Shorts. Biz bilirik, yadınıza gəlsə trousers, scissors, shorts, tongues. Bunlar nədə olur? Cəmdə olur. Yadımıza gəlirsə, cavab 1, 3, D variantı olacaq. Beşə baxırıq. The dishes keçəcək qabağa. Gəl yazaq bura. The dishes. Sonra washes varsa, deməli burada nə qoymalıyım? İndiki zaman. Are washed in the evening. Həmçinin hətta istəsəm, mən burada Helen də vermək istəsəm, belə eləyə bilərəm. By Helen. Burada isə cavab nə olacaq? B variantı. Biz bilirik ki, tamamlıq qabağa keçir və to be plus participle to kombinasiyasından da sualları rahat şəkildə tapırıq. 6. The girl told, yenə görürsünüz, choose a correct variantı. Deməli, burada nədir? Complex
object. Told var. Told hansı qrup feili? Üçüncü qrup feili. Üçüncü qrup feildən sonra nə gəlir? To hissəciyi. Aha, və biz bilirik ki, xəbərdən sonra hansı hal gələr? Obyekt. Obyekt hal hansı idi? Me, you, him, her, us, them. Burada it də var idi. Yəni they olmaz. Drink birinci qrupdur. Doğru cavab olacaq 1 və 3. A variant. Yeddiyə baxaq. Burada mənim açar sözüm have come-dır. Have come nədir? Cəm xəbər. Cəm xəbərdirsə, mən bilirəm ki, törəmələr nə ilə uzlaşır? Tək xəbərlə. A, getdi. İç tək xəbərdir, getdi. Aha. Və burada nə gəlib? Xəbər. Xəbər gəlibsə, biz bilirik ki, adlı xaldan sonra nə gəlir? Xəbər. Everydən sonra nə gəlməlidir? İsim. Some'dan sonra nə gəlməlidir? İsim. Həmçinin nobody. Bu da nədir? Törəmə. Cavab olacaq C variantı. Cümləmizi gəlin quraq. We sonra özündən sonra bir xəbər verməliyik. Want to do və ya da want to know. Want to know. We want to know. Beş, 8, sonra 2, sonra 5, 8, 2, yəni burada artıq olmalıdır, nə? Want to know you, Mr. Johnson, to know, what they are going. To know neydi? Səhv yazdım. Mr. Johnson. Yox. Neysə. İndi dəqiq yazıram. Tam dəqiq. We want Mr. Johnson to know what they want they are going to do. Bu şəkildə olacaq cümləmiz. O da olur 5, 8, 2, 7, 1, 3, 6 və 4. Yaxşı, bu da belə getdi. Maraqlı suallar silsiləsindən. Uşaqlar, cümlənin sonu prepositionla bitirsə, biz sadəcə 2 şey işləyə bilərik. Who və ya da what. Uşaqlar, çox adam deyir ki, nida cümləsi düşmür. Amma düşə bilər. Siz hər ehtimalı işləyin. Bir düzdür, gördüyüm qədərilə. Çünki what'dan sonra isim gəlir.
ya da birləşmə. Burada birləşmə gəlir, 3D, article gəlir, düzdür və s. What an intelligent özündən sonra isim gəlməli idi. Çünki bu sifətdir, whatdan sonra sifət gəlməz. Yenə sifət plus isim 3 də düzdür. Doğru cavab 1, 3. Wonderful sight. Burada it is olmalıydı. Doğru cavab 5. Aha. Demək 11-ə baxaq. 11-ə. I have read. Mən oxudum. Burada ismi bir birləşmə var. İsmi birləşmə. İsmi birləşmə olanda biz nə qoyurduq? An article. İndi burada da bu side olduğuna görə an olacaq. Və happy end. Bu da bir birləşmədir. Onun üçün burada article qoyacağım. An D variantı. 12. He comes deyir o Şotlandiyadan. Şimalından gəldi. O da olacaq from. Tərcümə. Aha. 5-dan sonra slices olmalıdır. Cəm getdi. İkinci yer götürür. Çünki miqdar sayılarından sonra cəm gələr. Deməli, miqdar sayılarından sonra cəm gələr deyə two boxes olmalıydı. Cəmimiz olur 2 və 4. A variantı. Aha. Baxaq 14-ə. Aha. Düzgün interrogativ sentensi istəyir. Uşaqlar, biz bilirik ki, xüsusi sual sözü gəlir. Sonra köməkçi feil gəlir, mübtəda gəlir, xəbər gəlir, sonra ikinci dərəcəli üzvlər gəlir. Bu bir. Qeyd bir nə idi? Birbaşa mübtəda gəlməz, köməkçi feillə əsas feil yanaşı gəlməz. Deməli, burada cavab nə olacaq? When the performance. Mübtəda gəlib getdi. Mübtəda gəlib getdi. Did begin olmalıydı. Getdi. Birbaşa əsas feil gəlməz. Nə zaman birbaşa əsas feil gəlir? Budan və whatdan sonra birbaşa əsas feil gələ bilər. Getdi. Bax, xüsusi sual sözü. Bax, köməkçi feil. Bax, mübtəda. Bax, xəbər. Nə oldu cavab? Y. 15-ə baxaq. Coffee sözü keçəcək qabağa. Necə olacaq? Coffee grow indiki zamanda hatta olacaq nə? Is grown in Brazil. Y variantı. Uşaqlar, biz bilirik ki, interested sözü, yəni bu inlə işlənir, yəni bunu kör-gördü, əzbərləmək lazımdır, D. Hə, as, nə qoyacam? Adi dərəcə, called, Y. Sonra, hə, maraqlı sual 18-dir məsələn. David plays the violin. Birinci görürəm ki, cümləmiz təsdiqdədir. İkincidə də görürəm ki, burada place varsa, indiki zamandır. Do və yaxud da does qoyacağam. Aha, does inkardır getdi, inkardır getdi. Nice inkardır işlənir getdi. Doğru cavab olacaq nə? Y variantı. Aha, indi baxırıq 19-cu suala. Görək 19-cu sualda nə deyir? Burada indi bayaqları başqa bir tip sualı idi, baxırdıq. İndi başqa bir tip sualı baxırıq. İndi yaxşı yadımıza salaq nə? Whatdan sonra dedik ki, isim və yaxud da birləşmə gəlir. How'dan sonra isə gəlir sifət
ya da zərf gəlir də, düzdürmü? Və biz burada qeyd etməliyik ki, bax, what'dan sonra gəlməyəcək C artiklı. Burada isə an artiklı olmayacaq. Görək bundan tapa bilərikmi? Və bilmək lazım ki, mübtəda gəlməlidir, ondan sonra xəbər gəlməlidir. Yəni əksi olmaz. Yəni have xəbər sonra mübtəda gəlməz. Bu sual cümləsi olur. İkinci gəl çıxaq. Smart children nədir bu? İsmi birləşmə, ağıllı uşaqlar. Deməli burada nə olmalıdır? What. 4-ü də çıxardaq. 1, 3. C variantı. Aha. Everybody was surprised. Uşaqlar biz nə bilirik ki, bu qaydanı yadımıza salaq. 1. Yəli əvəzliklərindən sonra 2. Söz önlərdən sonra nə gəlirdi? Gerund gəlirdi. Coming-i. Yaxşı. Sonra keçirəm 21-ci suala. İnkardır. Bir cümlədə 2 inkar olmaz. Something və some isə inkar cümlələrdə işlənmir. Cavabımız olacaq nə? A. Müəllim, some bəs işlənir. Bəli, some əgər bəzi mənasını bildirirsə, işləyir. Məsələn, deyək ki, some people don't like me. Bəzi insanlar məni xoşlamır. Aha, keçək modal fiil sualına. Don't have-dan sonra to hissəciyi gəlməlidir. Matdan sonra to gəlməz. Outdan da, have-dan da sonra to gəlməli idi. Cavab olacaq C. Uşaqlar, mən deyərsən müəllim, asan suallar. Bəli, asan suallar. Çünki qəbula da asan suallar düşür. Yəni qəti şəkildə həyəcanlanmağa ehtiyac yoxdur. Aha, məsələn bu sual. Qardaş, görürsən ki, sual cümləsidir da. Deməli, sən arziyə falan verməlisən də və zeri zera ilk gələn sözlə nə edirdi? İlk gələn sözlə uzlaşır. Deməli, bu inkar yox, izlə işləməlidir, təşkil işlənməlidir. Cəmləri çıx. Not hissəciyi hara artırılır? Feilə, yəni belə olmalıdır. Isn't C falan, yəni bu şəkildə. Cavab olacaq C. Hə, Almaniya adi ölkədir. Ölkələrin qabağında Z artiklı işləmir, amma Birləşmiş Ölkələrin qabağında məsələn USA, UK, UAE, hə, bunlar Z ilə işlənəcək. Amma digərləri işləmir. Cavab nə olacaq? D. Hə, bir də ölkələr nə zaman Z artiklı işlənirdi? Elə demişkən deyək, Republic, nə bilim, Federation. Bunlar olana nə ilə işləndi? Hə, bunlar olana Z artiklına işlənirdi. Aha. Keçdik 25-ə. Hə, baxın ki, bu mənə ləzzət edir bu sual. Niyə? Niyə? Qardaş, burada viz var da. Viz var. Viz mənə nə deyir? Deyir ki, who-dan, what-dan birini qoy. O da nədir? Who variantı. Vəsiyo. Yəni, bir dənə taktiki bildin, bitdi məsələ. Uşaqlar, ingilis dili qrammatikası çətin düşmür. Aha, can't be changed. Can't be changed suallarında 3 dənə məsələyə diqqət edilmək lazımdır. 1. Sən görməlisən ki, to be plus P2. Yoxdursa deməli can't be changed-dir. 2. Fiildən sonra sözünü gələrsə, bu can't be changed-dir. Bir də fiildən sonra zərflik gələrsə, bu can't be changed-dir. Nəysə, indi gəlin getdik. He come home. Came-dən sonra home var. Deməli, bunun xəbəri tamamlığı var. Biri gəl çıxım. Picked flowers. Deməli, bunun da var. Yo. Picked flowers. Can't be changed. He came home very late at night. O evə gec gəldi. Evə gec gəlinildi. Bu şəkildə deyə bilirəm. Yox. Biri gəl götürək. Özə bax, came home. Home burada nədir? Yer zərfliyir.
He picked flowers. Hə, gül yığıldı deyərəm, ikini çıx. The children made düzəldildi, qaradan düzəldildi, üçü də çıx. Seemed görsən very excited. Zərflikdir. 4, 1, 4, 5. Aha. Bizdən pronoun istəyir. Feelings. Aha. Biz burada isimlə işlənəni qoyacağıq. A variantı. Şöyle bunu görürsünüz. Bunun hamısı müstəqildir. Amma bu aslı gəldi aldı. Elə bununla da cavabı tapa bilərsən. 28. Burada to varsa 3-cü qrup feil qoymalıyam. 3-cü qrup feil də hardadır? Expect. Onsuz da demək olar ki, dimdir çoxlu. Expect sualı salır. Cəmsim, pool var, getdi. Education var, getdi. Member getdi. History getdi. Cavab olacaq Y. Modal feildir, qoyaq. Bir dənə baxım görüm neçə dəqiqədir. 21 dəqiqədir. Hələ biraz da davam edə bilərəm. Enerjim var. Mən sizdən sadəcə bu videoya çoxlu like atmağınızı, paylaşmağınızı istəyirəm ki, bu məni daha da çox motivasiya eləyir. Şöyle gördüyünüz kimi mən bunu saat 4-də işləmiş çəkirəm bu videonu, yəni belə nəzərinizə harda nəsə də görürsünüz də yəqin ki buranı 4-də işləyib artıq. Ola bilər ki mən müəyyən bir səhvlər eləyəm suallarda. Səhvi görürsünüzsə, yəni heç bir şeydir. Yəni bu daha da yaxşı bir şeydir. Bunu sadəcə düzəltmək məqsədli yazın. Başqa cür yazanda, yəni bu demək deyil ki, siz hər şeyi və s. bilirsiniz. Bu şəkildə, yəni bu belə təkəbbürlü yanaşmayın məsələlərə. Neysə. Baxaq, neçənci suala baxırıq. 30-cu suala baxırıq. Deməli, will be able to, could, won't have to, doesn't have-ın tusu yoxdur. Bunun da tusu yoxdur. Yaxşı, 4 ilə 5-i gəl çıxaq. Could there if he choose. Görürsən, burada chooses var. Bu nədir? İndiki zaman. Deməli, 3-də getdi. Cavabımız olacaq 1 və 2. De. Yəni, heç tərcümə etməmiş zamanlarla da tapa bilərəm. Yaxşı, yenə tense form sualıdır. Yaxşı, bu tərəfdə yet var. Deməli, bu tərəfdə də since var. Nə gözəl. Deməli, hər iki tərəfə mən nə qoymalıyam? Bitmiş zaman qoymalıyam. İkinci tərəfə də indiki bitmiş zaman qoyacağam və inkarda keçmişdi, normal indiki zamandır, keçmiş bitmiş zamandır, keçmiş sadə zamandır. İkinci tərəflə cavabı tapdım. Aha, yenə are gör hara gətirir? Bu sual cümləsi eləyir. A variantı getdi. The question yox. How easy, bunun doğru versiyası bilsiniz olmalıdır. How easy the questions are. Belə bu şəkildə olmalıdır. B-də getdi. Aha, doğru versiyası olsa C variantında özünü göstəribmiş. Adjective istəyir, yəni əzəz olanda nə olacaq çıxarlar? Fresh, yəni Y variantı. Aha, baxaq. Very little water. Bayaqlar birinci sualda işlənəndə dedim, olar. News sözü sayılmayan isimdir, few ilə işlənməz. Many sözü, traffic sözü, tıxac sayılmayan isimdir, işlənməz. 4-ü götürərəm, 5-i götürərəm. Doğrudan 1, 4, 5, yəni A variantı. A, kapilotu açdığı açdım. Aha. Deməli, getdiyim modal feil sualdır, yoxsa bir dənə şərt oxuyaq. Ha, modal feil və ya da modal expression. Aha. Demək, hadn't to anadan gəlmə səhv bir şeydir. Getdi. Wasn't able-dan sonra to gəlməlidir. 2-də çıxsaq, nə gözəl. Didn't have-ın da tusu yoxdur. 4-ü də çıxıram. Cavab olacaq Y variantı. Expect var yenə. Çürüdür bu sual artıq. Bu hissəci ilə işlənir. Y. Görürsünüz suallar. Çox sual işləyəndə sualları çürüdürük artıq. Çürüdəndə də daha çox. Proud sözü hər zaman ofla işlənər. B variantı. Əzbərliyin gedin. We will work company. Company sözü nədir? Cansızdır da, düzdürmü? Cansızdırsa nə ilə işlənər?
Which nə? Yox, cansızdır. Cansızdırmı? 38. Cansızdır. Cansızdırsa şey. Amma burada company sözünü yer kimi versəydik, veya işlənəcəkdi. Aha, courage cəsarət deməkdir. Maraqlı deməkdir. Kəndi şirini deməkdir. Aha, olacaq 2A. 1'ə B, ABC mi olur? Nötr olur olsun. Hə, BA, kəndəşin C. Bu da olacaq B variantı. Aha. Will collect olanda bilmək lazım ki, will'dən sonra nə gəlməlidir? Will be collected olmalıydı. Aha. Z'lər getdi. Ataq bunları düzgün şey olmalıdır. Will'in birisi yoxdur, yerin getdi. R'ın nə işi var burada getdi? Cavab olacaq B. Necə rahatlıqla tapırıq sualı? Çünki biz bilirik. Biz öyrənirik. Aha, exclamatory sentences-isə getdiyi. Elə mən görürəm ki, 41-ci sual rahatdır. Bax, gör xəbər hara gəlir, yeni çıx. Gör xəbər hara gəlir. Bayaqlar nə dedim, how-dan sonra E artikli gəlməz, çıx. Aha, o qədər həyəcanlandıq ki, bütün qələmi filan da çıxartdı. Aha, hi. Hay olar, amma haydan sonra isim gəlməz. Bu ismi birləşmə yaradır. Onun üçün cavabı nə olacaq? A variantı. 42. How long gələndə yoldaşa. Biz bilməliyik ki, bitmiş zaman qoymalıyıq. Və sual cümləsi olduğuna görə sualla başlamalı da bu. D. Yaxşı, 43. A variantına oxşuyur. Çünki əgər apostrof S-dən sonra əlavə bir xəbər varsa, A olacaq. ING gəlib olmaz, got gəlib olmaz, ING gəlib olmaz. Hə, dostlar, demək 50-də saxlayaq. Bəlkə bu günlük, yəni bundan sonraki videoda 50-dən 100-ə işləyərik inşallah. Nəysə, cümləmiz inkardır. Bir cümlədə 2 inkar olmaz. Getdi. Somebody'nin some da inkarda işlənmir. Cavab olacaq C. The weather changeable here. Weather sözü təkdə olduğuna görə bu 3 variant getdi. Cavabımız olacaq D variantı. 46. Cümləmiz inkardadır. İnkar. Köməkçi fe'lim nədir? Özündən sonra P2 gəlir. P2 gəlirsə elə have-in has-in özüdür. Have və yaxud da has. Had getdi. To inkarda işlənməz getdi. So inkarda işlənməz getdi. Had deyil axı mənim geyim. Köməkçi fe'lim have-dir. C getdi. Cavabım qaldı D. Make-up sentences sualdır. Yəni rahat sualla oxşuyur. Görək. Başlayıram mən bunu Z ilə. Z. Say have been gathering. Burada 3 verir. 3-də nə deyir? For 2 hours. Yadımıza gəlsə swapda time-ən axırıncı olmalı. Onun üçün cavab nə olacaq? A. Uşaqlar, bu 2022-ci ildə düşmüşdür. Saat lasiyə olanda nə olacaq? Learned. B variantı. Hədivə var. Burada var nə? Hədivə. Hədivə olanda nə olur? Üstünlük dərəcəsi the most violent. Aha, uydu. Sualın uzunluğuna bax. Deməli, statement sözü gəldi qabağa. Bir dənə bunu seçdik. Aha, statement sözü gəldi qabağa. Sonra are talking var. İndi nə olacaq burada? Are statement edəcəm. Being taken. Aha, are taken A variantı səhvdir. All the witness səhvdir. All the witness yenə səhvdir. The police düzgün qurulmayıb şey. Cavabımız nə olacaq? 50-də D variantı. Aha.
51-də də eyni şəkildə make-up sentence sualıdır. Artıq yarım saatdır yoldaşlar. Biz videomuzu çəkdik, 50 sual izah elədik. Bu 50 sualın 50-si də 9 martda və yaxud 15 martda sizin qabağınıza çıxa bilər. Başqa PDF-lərdə işləyəcəm. İzləmədə qalın. Bu PDF-i də əldə etmək istəyirsiniz, Telegram kanalıma qoşulun. Cavablarla birgə 150 testi hamısını sizə təqdim edəcəm. Oldu yoldaşlar, sağ olun, salamat qalın.